بسم الله الرحمن الرحیم. Sıfız hayır olsun. Çok sağ olun ki təşrif etibsiz. Bəzi dostlarımıza tağı təşrif ediblər. Cənab-ı Bəsli, Cənab-ı Nəttaf lütf ediblər. Dərsimiz cələsə-i 42 سفرنامه یا مصیبتنامه عطارد. ادامه مبحث قبلیده. geçen seri مفصل صحبت elədik ki متاسفانه ədəbiyyatda şairlərin içində مردم عادی içində bir qələti şayə olub, bir dənə də yox, neçə dənə qələt. O qələtlərdən biri müqayisə-i nabecadır və gahdan bir dənə ona bəzən qələt hatta qoyarlar. Deyərlər ki, müqayisə-i məl-fariqdir. Yəni müqayisə gərək xas fariqləri ola. O əslən istilah qiyas-ı məl-fariq də bir qələt istilahdır ki, cəmaatın dilindədir. Və bu müqayisələr keçən cələsə ərz elədim ki, özü یکی از اقسام مغالطه‌dir. qədimdən filosoflar در مقابل sufastailer ki qiyam eləyiblər, istəyiblər onların müğalitələrin iptal eləsinlər. مغالطه یعنی به غلط انداختن، گمراه کردن، فریفتن. غلط کلمəsindəndir. غالطه یغالط مغالطه. düzü də مغالطه‌dir. فاعل یفاعل مفاعله. کاتبه یکاتب مکاتبه. Elə farslar tüylər, vicü, kəlimat-ı əzəllər o cür söyürlər də, bir söz deyənmərəm. Görürsən ki, bəzi adları əzillər, kəlimat-ı əzillər, muxtəsər elirlər. İbrahimə deyilə İbram. Ya İbiş məsələn. O gözəllikdə kəlməni məsələn əzillər. Bir miqdar tənbəllikdən naşidir. Bir miqdar bu ərz məzərət bişurluqdan naşidir. Elə tənbəlliyin də mənşəyi bişurluqdur. Bəli da, elə ki də qeydi bişurluğu. Çox cəlibdir. Bir dənə kitab var به نام بیشوری. Hər dəfə mən bir kitab mərif eləyəm, elə bir nəfər, 2 nəfər gedir. Bu xanım da ki, kitab oxuyubsan, yaxşı. Bir dəfə sizə bərnamə qoyaq da o bir şuurlu bir də bizə bir şərh verəsiniz. Elə olar da ki, zindəgiyə uzmanlarda görürük da. Məsələn, maaşını saxlamaq barəsində.
Sürmek var aslında. Piyaden oda saklamak var aslında. Çok Evet. hak ödüller hemşe. Bəli. Kitab-ı Bişurini ki, xanım zəhmət çəkib oxuyub, tövsiyə eləyəm siz də oxuyun. Onun به صورت voice da vardı. Kitab-ı onların mədilə xanımdır. Kitab-ı صوتی. İnternetdən eləyə bilərsiniz, download eləyərsiniz, qoyasınız quşuza, maşında da gedəndə qulaq asasınız, ya evdə qoyasınız, aram-aram onun səsi ilə yatasınız. Necə mənim nəvarlarımı qoyursunuz özünüzə, qursu xaba eləyibsiz. Kitabı Guya Bəxş Nabinayanda da olar. Kitabı da Guya halətine gətiriblər. Bəli, ərz də, Quyadır da. Kitab Bəxş Nabinayanda olar da o kitabı. YouTube'da da hamısı var. bəli. Xülasə, sufəstaiyan qədim ki, özlərin filsuf bilərdilər, işləri müğalətə idi. Müğalətə yəni müqayisəyə qələt, geçən səyərs eləmiş o. Quranda mənşəyi var, Quranda barha müqayisəyə qələt mətrəh olub və rədd olub. Və əvvəli müqayisəyə qələti iblis eləyibdir. Allah ki, firiştələrlə arada qoyub ki, mən istəyəm insan xəlq eləyəm, onlar mütəriz olublar. Vəli Allah işin görüb, insanı xəlq eləyib, insanı imtihan eləyib, o nəhvə imtihanatı da barha ərz eləmişik. Ta ki, insan müvəffəq oldu, lazım oldu buna bir caizə verərlər. Allah firiştələr dəstur verdi, bunun caizəsini verin. Caizə də bu ki, bir ehtiram eləyəcəkdilər. Firiştələr ehtiram elədilər, amma biri ehtiram eləmədi. O da iblis oldu. Bu yəni iblis firiştə idi. Bir də bu cür deyirlər, iblis firiştələrin içinə qatışmışdı. Firiştələr ehtiram elədilər, iblis eləmədi. Və sonra deyir ki, o eləmərəm. Deyək, niyə? Deyir, bəran ki, indi o da müqayisə elədik. Müqayisə ki, müğalətədir. Deyir, mən Adəmdən behtərəm. O topraqdandır, mən otdanam, ot topraqdan bərtərdir, bənabərin şahistədir ki, ot toprağa səzd eləyə, ehtiram eləyə. Müqayisəyə qələt. Və bu müqayisəyə qələt elə indiyəcən var və hər yerdə. Bunu müqayisəyə qələt olursa, deyərlər, məzhəbilərin içində, mütəfəkkinin məzhəbinin içində deyərlər, این یک قیاس شیطانی است. قیاس şeytani. Cihazdan ideoloji şeytani de diyorlar. Qiyas şeytani. Yəni müqayisəyə qələti ki, iblis əvvələn var. Və tül tarixdə həmişə olar və indi dünya dərgiri bu müğalətədir. Elə indi kullən Amerikalılar, sefid pustlar dünyada özlərinin siyah pustlarla müqayisə ediblər, özlərini bərtər biliblər. Niruməndilər özlərinin zəiflərlə müqayisə ediblər, zəifləri tərd ediblər. Sefid pustanı İngilistan, Avropa gediblər, Amerikanın zərd pustlarını öldürüblər, oranın yerini alıblər əllərindən. Özlərinə orada məmləkət düzəldiblər, oradan qızıl yığıblar, oradan nəfs yığırlar. Dünyanı
به اصطلاح giriftar eləyiblər, Yəhudlar hamıdan çox, həm Məsihlər, həm Yəhudilər, vəli müsəlmanlar da bunlardan qalan deyil, hamı özləri ilə müqayisə edib, mən bərtərəm. Bizim nəcadımız bərtərdir, bizim dinimiz bərtərdir, bizim Peyğəmbərimiz bərtərdir. Kitab-ı Asmani deyir ki, Peyğəmbərlərin hamısı qabil ərzişdir, Peyğəmbərlərin içində gəh seçməyəsən. Peyğəmbərlər Quran deyib seçmə. Vəli Quran deyə müsəlmanlar seçərlər. Elə Mövləvi də seçər, Məsihilər də seçər, Yəhudilər də seçər. Munta bu zəminədə Yəhudilər hərf əvvəli burar. Özləri nəcadı bərtər bilərlər. O müqabilində Hitler də gördünüz, gəldi qovm Aryayını qovm bərtər bildi və cəng cəhani əvvəl دوم məlul bu müqayisədir, müğalitədir. Dünya elə əslən müğalitədən zəcr yapar. Bir müxtəsər də nəf'i olub, müxtəsərdir. Zərərin müqabilində nəf'i azdır. O da elm پیشرفت eləyib, fəlsəfə پیشرفت eləyib. چون فلسفه به خاطر وجود سوفسطایی‌lər پیشرفت eləyib. ولی dünyada qələbə bər cəhləndir, qələbə bər tarikinəndir, qələbə bər cəhalətəndir, qələtlərəndir. İndi görürsünüz, qələtlər Kurey zəmini öz əllərində saxlayıblar. Nə cür söyürlər? Kurey zəmini qələt əftirat müdiriyyət eləyir. O qələt müdiriyyətin içində bir mənfəət də yetişir bəzi əfrada. Amma bu mənfəət در مقابل o zərər bir şeydir. خب mütəəssifanə böyük ariflər də, alimlər də bu iştibaha düşüblər ki, sənsiyə ərz elədim. چشمگیرترین مسئله ادبیات‌da مقایسه بیجا و غلط عقل و عشقdir. که ارز elədim, حدوداً 120 جلسه bu زمینədə söhbət eləmişik. Ki, bu qələtdir. Aqlına eşqi gəh müqayisə eləməyəsən, eşqi eşqinə, aqlı müqayisə elərlər. Və burada da yenə də əttar gəlib, firiştə ilə insanı, Mövləvi də firiştə ilə insanı müqayisə eləyir. Və bunlar deyirlər ki, insan bərtərdir. Bunların sözü budur. Bugün elə bu dastanı peşi olacaq. Deyirik ki, firiştəni əgər lazım olsa, firiştə ilə müqayisə elərlər. İnsanı lazım olsa müqayisəyə, insanla müqayisə elərlər. İndi روانشناسی اصلا bu nəticəyə yetişib ki, yeki az müşkilatı bu uşaqlardan mədrəsədə bu müqayisədəndir. Müəllimlər dədələnə uşaqlara bebinə müqayisə edirlər. Xanımlar həmsərlərin ayrı kişilərlə, ayrı həmsərlərlə müqayisə edirlər. Kişilər xanımlarla, ayrı xanımlarla müqayisə edirlər. Kulli giriftarı. Nə qədər bu müqayisənin əsərində zərbul məsələlər tapılır. Məsələn, bu sadə, مرغ همسایه gaz است. Yəni, həmsayən toxu ilə öz toxu müqayisə, o deyə o qəşəkdir, o cüt yumurtlar. Ya onun yumurtasında 2 dənə sarılırlar. Mövləvi bu اینکه özü çox təlaş eləyir ki, bu müqayisələr olmasın. Dəftər əvvəldə bir dənə cəlib və şəcəfləngiz dastan oxumuşuq. Bir dəfə də yadavər olub. Dəftər əvvəldə buyurur ki, bir nəfər روغن فروشون
çörək ağacısı var imiş. Çörək ağacı, yəni bir dənə ağaçdır, onu bücürlər, bir hərəkətə gətirər, bir işlər ağacından ki, olar çörək gəlsin. Sonra murur zamanla da ağaçdan qutulub, ayrı bir şeylər ki, adama nanavərə olsa, ona çörək ağacı deyərlər. Bir nəfər maşınla müsafiçəşi eləyir, hamı deyir, bu nə maşınında? Deyir, baba, bu mənim çörək ağacımdır. Yəni, mən çörək gətirir. Bir nəfər mümkündür ki, bir dənə böyüklə pul qazana. Vücud başmaqla pul qazana. Başmaqların bir cücü mərdumun ürəyi yanı ona pul verirlər. Böyükün götürü tutur, deyir, xanım rəniz, yəni, qoy da bu böyükə bir şey əli atıcı və qoy. O böyük, quşu ver da, deyirsən, böyükümüz tutun, quşu ver. O böyükə çörək ağacı deyirlər. Bir işlər görərlər. Məsələn, indi siz bəzi məğazələrə baxsaq, görürsən ki, məsələn, içəridə məsələn, fərz vurun, çiftçi, amma antiqə güllə qoyub onun qabağına, kaktuslar yığıb, diqqət eləsə, ki, mərdum gəlsin, dayansın, orada baxsın, o kaktuslar nəzərini cəlb eləsin. Ta ki, içəridə bir geçsin. İçəri geçsə, söhbət başlanacaq. Mümkün idi ki, 3 dənə də çiftimiz var, evdə atmışıq. Qoy gətirəm bunlar da, məsələn, təmir elə. Bəzən quş qoyarlar, neynərlər? Bu roğan fırışın da bir dənə tutisi varmış. Tutunu öcətmişdi. Hər kim məğazəyə yaxınlaşırdı, dedi ki, məsələn, befərma. Filmlərdə göstərir, bu tutilər danışır. Befərma. Bu da xoş olur, bax, ya tuti deyib befərma. Keçikcə bir xoşu gəlir də, adam elə çalıbdır. İndi sizin hər təhtəsində bir quş deyib befərma, elə video olsun. Bir nəfər oradan, keçik, oradan bir söhbətə başlayır, bir şişə yağ alı yaparır. Ta ki bir gün bu roğan furuş getmişdi evinə, tüşan bağlamışdı. Bu tuti o tərəfə qaçmışdı, bu tərəfə qaçmışdı, bir qanat sarına vurmuşdu bu. Yağ şüşələrin bir düşmüşdü, sınmışdı. Tazi gəldi, ot yanına gördü ki, üstü başı batdı, gördü ki, səndəlinə, otduğun yerə yağ tökülür. Bildi də bu tuti bu işi görüb, əlində mənim kimi bu bir əsası var idi. Bununla vurdu bu tutinin başından ki, bir ədəb tuti və uçubsan, bais olubsan ki, mənim sərmayəm gedib. Elə vurdu ki, bu tutinin başından bu tühləyə töküldü. Tuti də keçəl oldu. Ki, əlhəmdülillah, ağaların çoxu elə bu cürdülər də. İndi xanımlar o vaxt vurub. Xanımlar ya vurub, ya ki, yoxlayanda duy yoluydu bu çəki. Çünki keçəli bir müşkildir ki, xanımlar deyir, ona giriftar olmaz. Çünki heç kişidə cürət yoxdur. Şu deyə xanımısın başını çək. Bu tuti küsü da danışmı? Ta ki bir dənə buzu keçəli məsnui, arif, sufi ki, başın tir salmışdı. Oradan geçəndə bucu baxır, elə quşa da baxır, yağlaya da baxır. Heyvanın quşunun başını tökülmə də bax o ki, bir geçsin məğaziyə, birdən bu tuti ki, neçə gündür danışmıydı, küsmüşdü, dil açdı. Birdən dedi ki, ağa, sən də ta həm roğan rixdəyi. Mevlevi bunu dastandır da tolid eləyib və burada müfəssəl, ali, şəcəftənci sözlər deyib. Bəli, mütəəssifənə özü giriftardır. Mevlevi giriftardır. Ali sözlər deyib, orada
yazıb ki از قیاسش خنده آمد خلق را کو چو خود پنداشت صاحب دلق را کار پاکان را قیاس از خود مگیر گرچه دالونم نده در نوشتن در نوشتن şiir است. خب مولوی özü deyir ki, qiyas eləməyin. Amma özü به fəravanə qiyas eləyib. Barha feriştə ilə insanı qiyas eləyib, indi əttar boşu. Deyirik ki, əzdən bu iş qələtdir. Məntiq Ərəstuyda ki, Ərəstu zəhmət çəkib به خاطر اینکه سوفسطایان زمان سقراط افلاطون کل متفکرینی غرق eləmişdilər قوانین تفکرو و قوانین مقایسəni tədvin eləyir. Şimdi onun bir miqdarını biz fəzai məcazda bir klas fəlsəfə varımızda o da tozih veriyor. Elə sabah gecə yine bu zəminədə o da fəzai məcazda danışacağım. Bir də dostlarımız var, gəlirlər, qulaq asırlar, diqqət edin. Xoş. Gedək mətni oxuyaq. Görək ki, bu müqayisəyə qələt hara çıxacaq. Yetişmişik. Müqayisə də olmasa tərəqqiyat olur. Bəli. Müqayisə də olmasa tərəqqiyat olur. Müqayisə olmasa çıxanım. Tərəqqiyə yenməz bilir. İşraf fasilə bilir. Rüşd edin. Bəli. Bəzi mövqedə o yolu bir mənfəətləri də zərdən var. Amma zərəri çoxdur. İndi məsələn, söz budur ki, siz xanım, indi məsələn, düyü alırsınız. Bir nəfər də noxud alır. Bu sözün məfhumudur ki, bir nəfər də lobiya alır. Bunları bir-birlə müqayisə eləməyək. Bu düyünü düyü ilə müqayisə eləyir. Demir ki, müqayisə eləməyək. İttifaqa müqayisə cəh olan, müqayisə qələt cəh olmayaq. İstidlal yəni müqayisədə. İndi məsələn müqayisə eləyib, bir dənə məsələn fəqih gəlib müqayisə eləyib, bir dənə fətva verib. Bir əhli təsənnünün böyüklərindən bilmirəm, İmam Əhməd Həmbəldirlər. Ya Əbu Hənifə. Deyib ki, gəbrə soruşurlar ki, مزیل نجاست nə mənədir? Deyib su da. Su nəcasatı yuvar aparar, zayir edər. Deyiblər, yaxşı, indi ki, suyumuz olmadı. Neyniyək? Deyib, bax, dörbəndə suya bənzər bir şey olsa, ondan istifadə elə. Məsələn, bir şişə roğan maya varmışdı. Görsən Hacı xanım? Görsən Hacı xanım? Deyib ki, vaxt yəni roğan mayanı tök aftafıya, get özü yükünə tuvaletdə. Aya, kəsafət paç olar, ya biraz da kəsafət pəxş olar. Dünyada ya birbirine. O yazıb ki, yağ roğan çon rəvanə است farsı budur. پس مزایل نجاسات است. نیه؟ چون آب که مزایل نجاسات است به خاطر روانیش است. onda به شراب نزوی روانdır. آب میوه نزوی روانdır. Ona görə müqayisəyə gələr. Xoş. Amma dərsimiz. صفحه 197 داستان پنجم سفر پنجم. دید bu Musa. Bunun tabi aynet tefsiri metni yoktu.
bir iki nefer ki birbirine yakındı. Bu iki konağımıza bir metri. Aynen tabi. Onun iki nefere bakındı. Ha, ay vesile özünün həllidir. Ya, aynen siz de yeyinizi değiştirdiniz, istifadə edin. Bu mətndən baxın. O da ay Nəsiri bəğəlində ya ay. Yox, sağ olayım. دید بو موسا مگر یک شب بخواب. مگر یعنی قطعا ədəbiyyatda əğləm biz məcər və ayırmən işlədiyor. Məcərin bir mənası ədəbiyyatını qətən, hətmən. 100%. Bu Musa Bayezid Bəstami'nin qardaşoğlusuymuş və onun köməyiymiş evdə. دید بو موسی مگر یک شب به خواب بر سر خود عرش همچون آفتاب. خود عرش در قبلا عرض eləmişəm. Əğləb təfsirlərdə, ədəbiyyatda qələt məna olub. Ərşi qəblə ərz eləmişəm də bu cür təxt-i səltənət ya miz səltənəti tələqqi ediblər, cəmbəyi cismani veriblər. Kanə ərşuhu ələl-ma, o da cismi deyil. Çünki Allah cismi deyil, o da təxtdir. Ərşin məfhumu مدیریت عالمده. ولی خب متاسفانه bu da برداشت غلطه. بو موسی یا ابو موسی عارف معروف که بایزید بستامinin فامیلیdir. Yuxuda gördü ki ərş gəlib gün kimi onun başının üstündədir. Bir də توپ نورانی. Ay. Çok telaş ediydim ama da bir xəsarət vurmuyor. Bir saç. Taşkır burada yaşıyor. Diş ve elimde saklı. Ben elimde saklı. خب روز دیگر رفت سوی بایزید. Sabah getdi əmcansın yana. Şamən belənçə bir yuxu görmüşəm. Ərşi Xudavənd gəlib gün kimi başım üstə. زانچه بو موسا زجان بودش مرید. برانچه بو ابو موسا مرید bu Bayezid'dir. Munta zeccan, ürəkdən, yalandan yox. Zeccan yəni həqiqətən murid idi əmcasına. O da böyük arifdir. Goft تا تعبیر خوابم او کند. جدی بلکه امزانsı bunun yuxusunu təbir eləyə. Mərhəm can xarabım کند. Bici olmuşam, narahat olmuşam. Ta canıma bir bunun təbiri mərhəm kن. چون بر او رفت خلق آشفته بود. Cidden cansılar gördü ki mərdum orada ağlırlar, qiyamətdir, aşıfdədir, hayhuydur. Niyə yaxınlaşdı? Zançə şeyx an şəb dünya rəfdə bu. Bayezid Allah'ın rəhmətinə getmişdi. Mərdum əzadada yığışmışlar ki bunu dəfn eləsinlər. چون کفن کردند و شستندش پگاه
بر جنازه برگرفتندش ز راه. Yudular gedib mərhumları evdə yuvardılar, həyətdə yuvardılar məhəllədə. Ya yaxında məscid olsaydı, məscidin həyətində bir qismət var idi, orada yuvardılar. Bunu da şostoşub edilər və götürülər, aparırlar. İndi hamı cənazəni götürüb, xanımlar məmulən olmaz, xanımlar möhlət verməzlər. Xanımlar qalarlar kənarda, daldan baxarlar, ağalar bu tabutu aparar. Elə əvvəldən mod olub, tövsiyə ediblər müsəlmanlar içində, buna təşyiə cənazə deyirlər. Təşyiə yəni təbəiyyət. Cənazə ki gedir, təşyiə şiə kəlməsindəndir. Şiədən bir mənasıyla tabi. Təşyiə cənazə deyirlər, cənazəni aparar, burada onun dalıca gedirlər. گفت موسی که چندانی که من میزدم بر خلق ماتم خویشتن دیگه özümü vurdum cemaate bu azade efrada o tarafa kaçıyordum bu tarafa kaçıyordum belki ben de yapacağım bu tabutta elim çatmıydı hiç bana mühlet vermiydiler ben de tabutta yapacağım. کز جنازه گوشه ای آرم به دوش می نداد آن کس به من گشتم خموش. Mənə belənçi bir imkanı vermədilər, mən də xamuş oldum. Deyim Allah, neynim? Mən gecə yuxu görmüşəm. Bu oturdu fikirləşdi. Zehnində tutu ki, indi bu cənazəni aparlar, məsələn, fərz vurur, indi bu da elə bu çarrahı lalədə. Bu üstdən, o tərəfdən gətirirlər, bu çarrahın üstündən aparlar, vadiyə rəhmətə. Bu körpənin üstündən, zigozərin üstündən keçəcək də. Gəldi o zigozərin altında dayandı. زیر آن در بوده یعنی خروجی ورودی خروجی یعنی همان زیرگذر زیر آن در رفتم و کردم مقام qaçdı qabaqdan orada dayandı köpəyin altında ta cənazə bər sər avurdam tamam bir cənazəni üstünə apardı təsəvvür edim ki cənazə mənim başımın üstündədir mən də elə köməkli eləyəm. Çون cənazə bər sərəm şod استوار cənazənin ki körpünün üstündən aparırlar oradan keçdi گشت حالی بایزیدم آشکار حالی یعنی فلحال فورا بلافاصله بایزید بستامه امزان gəldi zehnimə mənə aşkar oldu, gəldi zehnimə və gecə gördüm, yuxuda pədidar oldu. Bayezid Bəstami'nin ruhu mənim ruhumla danışdı. گفت ای بیننده خواب سوا ای qardaş oğlu ki qəşəng yuxu görübsən ki mən bir dənə tacam sənin başında gün kimi sənin baş üstəyəm ərş ilahə kiminə نیک بنجه آن تعبیر خواب sənin yuxuvun təbiri budur şəxs ma ərş است برگیر و برو sən ki yuxuda gördün ki ərş ilahi sən başı üstədir indi mən sən başı üstəyəm elə o ərş mənəm bu Musa deyir ki şuhud elədi aləm mənada Bayezid Bəstami bu cümlə dedi
Sən yuxuda görmədin ərş başının üstündədir. İndi də mən sən başı üstəyəm. Mən ərşəm də. Hədəfi var ha bu sözdə. Fəhm kن زان خواب təbir o برو. O yuxudan bu təbiri. Düşün get. Düşün get, yəni insanlar və onların içində böyük ariflər ərş idilər. Və qəblən də demişik, bu dastan adı həmələ-i ərşidir. Firiştələr ki, Allahın ərşini aparırlar, yəni Bayezid Bəstamini gərək icra eləyən firiştələrdir. Yəni, insan o qədər bərtərdir ki, firiştələr bu insan aparır. Mənzur budur. Çünki işlərdə belədir, qiyas eləmədir. Tamam, təlaşlar budur ki, sabit eləsinə insan əz firiştəyə bərtər است. İndi nəticəci yeri. Yəni, qabaqçı sözün təkid edir ki, insan əz firiştə balatər است. Keçən seydə mən ərz elədim, bir dediyi firiştə balatərdir, olan dəlailində ərz elədim. Bir dediklər, insan bərtərdir, olan da dəlailində ərz elədim. Və axirdə də dedim ki, hər ikisi də iştibahdadırlar. Əzəm sözlərin yeri deyil. Çünki hər mövcud aləmdə nisbət ayrı mövcuda bir vicdəcikləri var. Belələr indi susqu nəzərdə tutulur. İnsan bərtərdir, yox susq. Gəl o susqa o qədər vicdəciklər yox. Ki, şüyəcək olan yekizarı bir insanda yoxdur. Qaşqa bərtərdir, yox. O həşəratın bəzi gözündə elə şəcəftəngiz bir şeylər var. Bir nəfər deyir, elmi ilə baxaq. Görək ki, baba, o yekaqda helikopter tamam təşkilatı yubalasa pəşkədədir. O onun zəfidir ya, onun kəmalatıdır. Biz bir rahəti qaşqara ayağımız altında ayaqlıq edik. Ya sən başlıq edin. Tamami mevcudat aləmdə, hərəsində nisbət o birisində bir kəmalat var. Çox gərək o ziyada xodxah olmuyor ki, deyəm, mən o birisindən bərtərəm. Hətta heyvan, hətta mevcudat. Zəif. İndi nəticə alır bu dastandan. Gəl mələk nəzdiki to kamiltər است. Məsələn, bir nəfərlə bəhs eləyib, o deyib ki, firiştə bərtərdir. Bəli, əttar mühtəqədir ki, insan bərtərdir. Deyə ağaya mühtərəm. Əgər sənin nəzərində firiştə bərtərdir, kamiltərdir, can از دل زجان غافلتر است. Sənin canın və ürəyin canından bixəbərdir. Yəni, sən qəflətdəsən, sən gişsən. Sən mütəvəccih deyilsən ki, insan bərtər olmaz, firiştə insandan bərtər olmaz. Bax bir, indi müqayisə edib, o şeytanı müqayisə edib. Dər mələk əz dideyi del kon nəzər. Diqqətlə firiştiyəni bir mütaliə elə. Zan ki əql in qol darəd muxtəsər. Deyə, əql eləyə bilməz. Əqlin hələ hövsələsi yoxdur bu zəminədə çox fikirləşə müqayisə eləyək. Sən özün bir diqqət elə, ürəyə bax, vücdanı var ucu elə. Hər dü aləm əz bərayı Adəmi ist. Bax, dünya və ahirəti Allah firiştələrə xəlq eləyib ya insana? İnsana. Pəs insan bərtərdir. Bu zidiyan. Hər dü aləm. Əz mələk bir Adəmi məqsud çist. Məgər oxumuyor kitab-ı asmanidə ki, firiştələr insanlara xidmət eləyir, firiştələr insanlara qəza gətirir, firiştələr işlər görür. Quranda bu cür deyir.
Məgər firiştələr xidmətguzar insan deyil. Xo'p, insan olmasa bu firiştələr nə dəydə deyil. Xahişə, onlar ki, sizlə bu bəhsi düzgün mütəəssir olsunlar ki, sən ki, voysa fəza məzazda qulaq olsun. Çeyriyəcək. زان که صد عالم ملک بنشاندند تا همه در کار مردم ماندند. بیشمار فرشتهler azizdirler insan işinden. Gerçi imruz این گوهر در خاک بود باش نبود زانچه جمزی پاک بود. گرچه امروز این گوهر یعنی این سخنان گوهربار من من سخنان گوهربar deyirəm o. Əgər mənim bu sözlərim gedər toprağın altında qalan, olsun qalsın, qızıl toprağın altında qalsa ərzişin əldən verməz. Yəni mən bu sözlərimi əgər sən eşitməsən, sən bir təvəccüh olsan, mənim bu sözlərimin üstünə topraq töysən, yenə də mənim sözlərim yerindədir. Mənim çünki sözlərim qızıl hökmündədir. باش تا فردا محک کردگار نقد مردان را پدید آرد عیار. Müntəzir ol ta inki sabahlama qiyamətdə Allah məhək daşı ilə vurar, onda sənə müşəxəs olar. Məhək daşı deyəcək ki, insanın zatı qəşərdir, ya firişlərin. Mən deyirəm, mənim dəlailimi əgər təhvil almışsan, xob, bu sənin zəfindən. Bəli, sabah bilinəcək. İndi sonunda bir dastandır ki, bu zəminədədir. Ayətə qədər çay ki, yoxdur hənuz gəlin. Allah, çayxana tətildir da, söküblər. Çayın vaxtım verib mənə ayı təqizada. Bu dastanda təğziyə bəli var. Olsun, təğziyə çox vaxt tapılmır. Bəli da, siz gətirsiniz. Yox, qəblərin ki qalın bu idi. Əllərini aramaz. Xob, indi hekayət şişimə qulası. Bunu səri keçəcəm, tez vaxt yorulmaz. Yine orada el-müqayisə qələt və müğalətə. Əttar yine müğalətə eləyib. Buyurur ki, budem der mətbəx cəm ey əzəb دیچو کاسه در خصومت روز و شب. Cəmşid Şahın aşpazxanasında, mətbəxxanasında bir dənə qazan var idi, bir dənə kasa var idi. Bunlar bir-birinə rast gəlmirdilər, daim cəngidirlər. O dedi, mən mühimməm, mən olmasam aşpazxana tətildir. O da dedi, mən mühimməm, bu kasa ilə qazan cəngidirlər. Əlbəttə, bunu dərz edeyim. Bu da padişahdır, qədim. Bəzi qazanlar daşdan olardılar. Daşı araman qazardılar, qazan elədilər, onda qəzab şişirdilər. Bu o qazanlardandır. Dik. Dikə səngi. Hətta bir dənə məsəl var ədəbiyyat Türkiyə Təbrizdə. Təbrizlər mordində deyərlər ki, bu daş qazanda daş axı ki, hərarət verirlər, hələ qızmaz. İndi ki qızdı, məsələn, naharəsən, hələ soğumaz. Təbrizlər morində, Təbrizlər özlərinə deyərlər. Deyərlər ki, دیچه سنجی تبریز بترسید از زمانی که دیچه سنجی تبریز جر بشود. قصه da hələ soğumaz ki. Məsələn, istillə bu cür deyərlər.
Deyirlər ki, məsələn, Tehranlılar inqilab elələr bir gün, 2 gün, 3 gün. Rəşdilər 1 saat məsələn çıxarlar meydana olar. Amma Təbriz əgər istəyə çıxan, hələ qızsa da əl çəkməz ki, hələ soğumaz. Təbrizin moridində ədəbiyyatda, ruznamələrdə, məqalatda bu cür yazarlar. Deyir ki, sən Sizin bu sözünüzü cərəyanın tam başında və bu inqilabda xaricilər də təyid edirlər. Tarixdə yazır ki, tam başı cərəyanında bu kumpani rejiyə bir nəfər Neptun adında Fransalı deyir ki, bütün Təbrizlər müxalifdilər, cəmlə götürəcək, qoymayacaq. Yazdığına mərz edir. bəli. Deyir ki, cəmlə götürəcək, qoymayacaq. Çox sağ ol. Xub, indi buyurur ki, deyik səngin bud. Səngin bud, yəni az cinsə sənc bud. Səngin eğer məsələn ahəni məsələn, səngi qəsd cəng کرد. کاسه زرین بود قصد سنج کرد. Kəs bu cüda bula qazanın cinsi daşlanıdır. Dedi, cəngi başlayacağım. Mənə batan yoxdur ki, məni kim yıxar? O qorxmuydu. Bu kasa da qızıldanıdır. Bu da daşa həml elədi. Tükürək nəzir olacaq. Hər dو تن از خشم در شور آمدند. Bu qazanla kasa زنجیرlər سنج و زر بودند در زور آمدند. Bir daşdı, bir qızıldı, vardı meydana vurdular. دیچ گفتش ابا جر روغن است. شور و شیرین هرچه هست آن من است. اباجر این آشپز. دیش dedi ki aşpəz yağdır. Yağ da mənim içimdə qeynər. Şur و şirin, qəza çeşir ola, hər səhəz anə mən tolid eləyəm qəzanı. Kəza sən nə karəsən bilin. کار تو بی من کجا گیرد نظام. من olmasam sen ne karesen. گر منت ندهم توهی mani مدام. Qazandı ya. Əgər mən sənə bir şey qəzal tövməsəm, müsübəsən, boşsan. Get işin doğrusu. Əslən to daşdı ya. Qazandı. Ey qızım, sən səncai در əvvəl aşkar. Qızım, sən hardan tapılıbsan? Sən paygahın haradır? Sən daşın içindən çıxıbsan. Bəzi daşların içində qızıl olar. Daşı əridiblər, daşı suyun içindən sən daşdan çıxıbsan. تو ز سنجایی در اول آشکار باز bər səncət zənənd əndər əyar. İndi deyərlər ki, bu qızılın əyar neçədir? Axirə sənci məhəkə vurarlar. Mən deyəcəm ki, sən neçə əyarsan. Zərgən əlində bir dənə daş var. O daş su itəcək mənə. Davada çəkər onun üstünə. Əyarı bilinə. Da on demiydi, ikisi özüm deyəcəm. Bəs daş mühimmidir. گر تو را سنجی نباشد در نهاد دایما بی سنج خواهی افتاد. Diye əgər sənin zatında nəhasat daşlıq olmasaydı, sən əslən daimən bisənc, bisənc yəni bir miqdar, bir ərzə. Bu da sənc o tərazuya qoyula o daşdır. Sən bir etibar olardı. تا چنین زیبا و سنجین از منی. Daşdı, qazandı ya. Sən şimdi qəşərsən, gözəlsən və səncin bu deyilən ərzişmənd. Miskalı indi bilməyəm, 12 milyondur, 13 milyondur.
Xanımı hey dövlətdən elədi, pullarımı. Deyir ki, o da məndəndir. تو به سنج و هنج و رنجین از منی. به سنج یعنی به ارزش، هنج یعنی های هوش چی salıbsan, ارزشçi tapıbsan və rəncin ki, sən rəhlilə boynundan asallar, hamısı məndəndir. Mən olmasam sən nə deyirsən? Cəhəl, kəs. Əslən qoy bir dənə bir söz deyim. 2 dənə xanım bir-birinə yaman deyəndə, görək sən adı ucət gəllə ağızdan, niyə məni? Qazandı ya. Kəs siyah دیکم نمیخواند به نام. 2 dənə xanım bir-birinə savaşanda deməz ki, baxı elə bil ki, daş qazandı. Bəlkə nə deyərlər? Çun siyah kase toyi در hər məkan. Elə bu Məşəddidir də, Xurasanlı da hətta, Nişapur dəvinə. O məntəqədə elə bir məsələn yamanımış da. Məsələn, bir-birinə deyəndə deyəmiş elə bir ki, gərək çasadı məsələn. Deyir, xanımla bir-birinə yaman deyəndə çasanı gətirlər ağzı, qazan gətirlər. Heç moqə deməzlər, bu xanım elə bir ki, daş qazandı. Bəlkə bu deyərlər ki, bu elə bir gərək çasadı. Bəs sən yaman deyəndə də sən gətirlər ağzı. Buradan məlum olur ki, mən səndən ərzişliyəm. چون شنیدی این دلیل دلپذیر qazandı ya, çasa. Və sən mənim bu dəlail dilpəzirimi eşitdin, دست çöməndic در kase məcir, mənim tayım böyük kişini qazanın əlim aparıb kasanın içinə qoyma. Ged işini də azar, ged qapı soyunu. Göz orada bir dənə qiyumə qoyubdu, məcir. Qiyumə gördünüz. Orada qazanın sözü qutuldu. این سخن چون کاسه را آمد به گوش، کاسه وقتی bu sözde eşitti. همچو دیچی خون او آمد به جوش، qazan necə qeynər, bunu da qanı qeynədi. Deyir, dədəvi oldu. گفت کاسه dedi ki تو از هر چه گفتی بیش و کم فارغم من، چون منم در پیش Cəmşid Şahda. Deyir, özü yorma, nə qədər danışdın, deysən deyir, amma indi güya şah ərləşəndə, şah qəza yerində, qazandan ye, ya kasıdan ye. Sən mitbaxda ocağın üstündəsən, mən şahın yanındayam, şahın əlindəyəm. Görməm bətərindəsən. Mən ərzliydim, hər zadı bir-birinə müqayisə etsən, hərsinə bir kəmalat var, vicgəcik var. Bunlar fəlsəfədir. خیز تا خود را به صرافان بریم تا ز ما هر دو کدامین برتریم. Gedər sərraflara. Sərraflar sənə də qiymət qoysun, mənə də. Mən qızıldaram bir kasa. Oğlum, bir kasa qızılını minlər qazanan olmaq olar. چون محک پیدا شود صراف را، خود محک گوید جواب این لاف را. Elə sərraf əlinə məhək göstər, məlumdur, sən bu yava quyunun müşəxəs olar. تو ببین وقت جرو در سنج و زن تا از این هر دو کدام ارزنده تر. Deyir, 2 nəfər bir-birinə, məsələn, borc alır. Gəl ya, mənə 100.000 tüvən boş ver. Qədim siftə yoxumuş, çək yoxumuş, ayrı bir zatda yoxumuş. Demiş, bir şey kirov qoy. Aya, qızılı kirov qoyarlar, ya daş qazanır. Buyda ki, qızılı kirov qoyarlar, bəs mən bərtərəm. در جرو کهنه زنو آید پدید کار در وقت جرو آید پدید. Axırı budur ki, girov qoyanda adamın
کهنه و نو یعنی ارزشلی و بی‌ارزشن ذات مشخص الله قطولdu. 3 نتیجه. خب عرض eləmiş ki, bu kitabımız adı səfərnamədir ya musibətnamədir. 2 dəfə belə səfər kəlməsini işlədik. Ta səfər در خود نیاری پیش تو تو جتازی شعر نبنه یا آقای محترم ای عارف ای صوفی تا içərində seyr و səfər eləməyəsən səfər انفسون olmasa کی بکن خود رسی از خیش تو sən özü tanıyanmasan ki içərində səfər eləyəsən indi 5-ci səfərdəyik getmişik həməli ərşin xidmətinə amma lazımdır ki bir özümüzdə də səfər eləyək xodşinas eləyək گر بکن خویش ره یابی تمام قدسیان را فرع خود یابی مدام nəticə alıyam. Deyək, əgər öz içəvə fikir versən, qudsiyan yəni firiştə. Firiştələri görəsən ki, fərq vücudu sənsən. Yəni, sən əslsən, firiştələr fər'iyyatdır. Əttar deyir ki, mən bu rəsən alıyam. Yəni, əsl insandır. Neç? Ta در خود səfər nəbvət tura. Amma içəridə seyri səfər eləməsən, در həqiqət il nəzər nəbvət tura. Amma bu nəticə yetişməsən. Gör özünü tanı, gör sən bərtərsən ya firiştən. Hətta nəticə alır ki, insan bərtərəz. Bu miqdar. Bir muxtasar istirahat eləyib. Ayə təqiqədə də sizə lütf eləsin. Təğziyə versin, çayımız yoxdur. Sonra yine xidmətsiz olaq. Çox sağ olun.